8-ci sualın izahı. Hansı tabisiz mürəkkəb cümlənin tərəfləri yalnız intonasiya ilə bağlanıb? Biz bilirik ki, tabisiz mürəkkəb cümlələr intonasiya və tabisizlik bağlayıcıları ilə bağlana bilər. Uşaq yuxuya getdi və səssizlik yarandı. Burada və işləmişdir və tabisizlik bağlayıcısıdır. Yəni bu bağlayıcı ilə birləşmişdir. Gah dərsi oxuyur, gah da layihə ilə bağlı tapşırıqları yerinə yetirirdi. Gah da bu da bağlayıcı ilə birləşmişdir. Sakit bir yaz axşamı idi. Təbiət sanki sükuta qərq olmuşdu. Yaz axşamı idi, sükuta qərq olmuşdu təbiət. İki dənə sadə cümlənin birləşməsindən yaranan mürəkkəb cümlədir. Durğu vergül işarəsi var, yəni intonasiya ilə bağlanmışdır. Doğru cavab C variantıdır. Gəldim səni görüm. Gəldim səni görüm. Belə, yəni intonasiya ilə bağlanmışdır. Lakin tabeli mürəkkəb cümlədir. Bərpa edə bilirik də. Gəldim ki, səni görüm. Birinci baş cümlə, ikinci isə budaq cümlə gəlmişdir. Bu tabelidir. Əsmər məktubu oxumağa başladı. Halbuki burada yazılanlar ona tanış idi. Burada bu tabesizdir, lakin burada da halbuki var. Bizə lazım idi intonasiya ilə bağlanan doğru cavab C variantıdır.